Rəsm çəkə bilmək üçün önəmli olan yalnız qələm və kağız deyil. Hər bir toxunuşda rənglərə can verən rəssam onlara qəlbinin gözəlliyini bəxş edir. Süjetimizin qəhrəmanı da qəlbi gözəl insanlardandır. Xaqani Cəfərov uzun illərdir ki, şəkil çəkməyə, rəsmlərlə yaşamağa, ruhunu məhz bu işlə məşğul olaraq dincəltməyə çalışır. Nitqində qüsur olduğundan deyə bilmədiklərini rəsmlərlə dilə gətirməyə can atır. Müsahibimizin çəkdiyi şəkillərə nəzər saldıqda onun necə gözəl bir daxili aləmə sahib olduğunu görə bilirik. Qəhrəmanımızın yaxınlarının dediklərinə görə Xaqani hər anını şəkillərə bağlayır. Onun üçün rəsm çəkmək sadəcə bir məşğuliyyət deyil. Xoşbəxt olanda da, kədərli anlarında da onun yeganə sirdaşı qələm, vərsəyə gətirdiyi rəsmlər olur. Bu mənim gözəl qonşumdur. Gözəl rəssamdır, əl işləri var, əl qabiliyyətləri var. Təzə ailə qurubdur, ailə başçısıdır. Bir dənə bacarığı budur. İşini yönəldib buna, əl qabiliyyət. Ona görə də bu insanın ailəgər talantı çox böyükdür. Qəhrəmanımızın çəkdiyi rəsmlərin hər birinin dərin mövzusu və xatirəsi var. Xaqani Dahi Nizami Gəncəvinin əsərləri ilə ilk tanışlıqdan sonra dahi şairin portretlərini çəkməyə başlayıb. Onun əl işləri içərisində Qarabağla bağlı olanlar xüsusi yer tutur. Yaxınlarının dediklərinə görə elə günlər olur ki, Xaqani daxili aləmi ilə baş-başa qalıb yalnız şəkil çəkir. Ərsiyə isə bir-birindən gözəl rəsmlər gəlir. İnsanların danışıqla belə ünsiyyət qura bilmədiyi bir zamanda rəsmlərlə danışmaq böyük hikmətdir və həmin hikməti Xaqani öz ruh dincliyi ilə yarada bilir.